Bilirsən niyə bu qədər yatırsan, xəyal dünyasında olmaq istəyirsən? Çünki yatmaq nədir? Qaçışdır. Sən daima problemlərindən, narazıçılıqlarından, həyat qayğılarından çıxış yolu tapa bilməyəndə ən yaxşı yol nədir? Gedim yatım. Çünki yatanda sən xəyal dünyasında olursan, fantaziya dünyasında olursan. Orada sən sevilirsən, istənilirsən, görülürsən, uğurlusan, arzuladığın hər şeyi orada yarada bilirsən. Amma reallığa qayıdanda bu sənə acı verir. Çünki hər istədiyin olmaya bilər reallıqda. Hər kəs səni istədiyin kimi sevməyə bilər. Hər kəs sənin istədiyin kimi sənə münasibət göstərməyə bilər və bu çox normaldır. Hər hansı bir məsuliyyətlərin ola bilər ki, sən onu reallıqda həll edə bilmirsən, çözüm edə bilmirsən və bu səni o qədər incidir ki, çünki bizim beynimizin əsas funksiyası nədir? Bizi qorumalıdır. Və o qorumağı da baxır ki, harda yaxşı qoruya bilir? Yatanda, fantaziya dünyasında. Və neyniyir? Hər dəfə bir boşluğa düşəndə sən artıq gedirsən o fantaziya dünyasına. Amma problemləri həll eləmək bu cür alınmır. Çünki bu səndə nevroz yaradır, psixi narahatçılıqlar yaradır, əsəb sistemində narahatçılıqlar yaradır. Ona görə bunların olmamağı üçün öncəliklə reallığı görmək lazımdır. Və başa düşmək lazımdır ki, mənim qarşımda da belə bir reallıq var. Ola bilər ki, hal-hazırda bu reallıq mənə uyğun deyil. Amma mən necə bunu dəyişə bilərəm? Dəstəkmi ala bilərəm, köməkmi istəyə bilərəm və yaxud da hal-hazırda informasiya dünyasıdır. Yəni o qədər informasiya var ki, istənilən bir problemi həll etmək üçün ən azından bir neçə qaynaqdan sən o problemi həll üçün hər hansı bir texnika, hər hansı bir məsləhət və s. Yəni resurslar çoxdur. Bunu görə bilərsən, seçə bilərsən. Və beləliklə sən o xəyal dünyasından ayrılıb reallığa gələndə həm indi olmasa belə 2 ilə, 3 ilə, 5 ilə, 5 günə bilmirəm bu hansı müddətdədir. Sən həm problemini çözmüş olacaqsan, həm özünə qarşı öz güvənin artmış olacaq, həm də artıq öz həyatına bir yetişkin kimi davranacaqsan.